Salam dəyərli tələbələr. Mən Mehriban Seyidova dövlət qulluğuna və magistrə hazırlaşanlar üçün məntiq hazırlığı keçirəm. Bu gündən etibarən məntiqi sıfırdan və ən asan üsullarla öyrənmək istəyənlər üçün mövzuların izahına başlayırım. İlk mövzumuz şifrələrdir. Gəlin başlayaq. Şifrələr mövzusunda cavabı ən tez hansı üsullarla tapacağımızı, hər sual üçün özümüzün ipucuları necə tapacağımızı sizə öyrədəcəyim. Gəlin başlayaq. Birinci sualda 5 sözümüz var və 5 variantımız. Hər bir söz fərqli bir variantla uyğunlaşır. Bunların arasından bizdən Yasin sözünü soruşur. Gəlin baxaq, Yasin sözü hansı varianta uyğun gəlir? İpucumuz necədir? İlk hərflərə baxırıq. Bütün sözlərin ilk hərflərindən. Baxın, eyni olanı var. A hərfi ilə başlayır. Bəs buna uyğun variantlara gəldikdə, baxın, B və D variantı. Hər ikisi 1 ilə başlayır. Demək ki, A hərfimiz 1-ə. Elə həmin sözlərə fikir versəniz, görərsiniz ki, ikinci hərflər də eynidir. Yəni, baxın variantlara. B və D variantı. İkinci rəqəmimiz 9-dur. Yəni, Y hərfi 9-a uyğunlaşır. Bizdən Yasin sözünü soruşur. Y hərfi 9, A hərfi 1-dirsə, cavabımız A variantıdır. Sonra, üçüncü suala baxaq. Bütün sualları ardıcıllıqla izah etməyəcəm. Çünki bütün sualları izah etsəm, video çox uzun olacaq və bütün suallara baxa bilməyəcəyik. Gəlin baxaq. Yenə eyni qayda ilə geçsək, gənə və gəmi sözləri. Yenə ilk iki hərfi eynidir. Bu cür variantdan geçsək, A və Y variantının arasında qalırıq. Bizdən soruşur gəmi sözünü. Yəni, ya A, ya da Y variantıdır. Əslində, Y variantının olması mümkün deyil. Nəyə görə? Çünki baxsanız əgər, ikinci və dördüncü rəqəmlər hər ikisi 6-dır. Yəni, bizdə Ə və İ hərfinin ikisinin də 6 olmayacağını bildiyimiz üçün cavabımız A variantı çıxır. İpucularından istifadə edin. Bütün hərfləri tapmağa məcbur deyilsiniz. Sonra, gəlin əslində 9-cu sualda baxa bilərik. Sözlər biraz bir-birinə çox oxşayır. Gəlin baxaq. 2 dənə Ş, 3 dənə C. Bəs variantlardan. Demək ki, biz Ş hərfinin, baxın, 2 dənə 3-ümüz var, B və C variantında. Ş hərfimizin 3 olduğunu və C hərfimizin 4 olduğunu görürük. Çünki 4 dənə də, 3 dənə də bağışlayın, 4 rəqəmimiz var. Bizdə çəkil sözünü axtardığımıza görə 4 ilə başlayır, B və C variantları deyil. Bəs biz C və Ş-nı biliriksə, Ş-imiz da, yəni C ilə başlayıb Ş ilə bitən, 4 ilə başlayıb 3 ilə bitən A variantıdır. A variantı buna uyğun deyil. A variantının çəpiş olduğunu bilərək, Ə və İ-nin də 1 və 8 olduğunu bilərək, digər halda biz çəpiş sözünü, yəni P hərfi lazımdır bizə. Görək necə taparıq? Yox, çəpiş sözü yox, bizə çəkil sözü lazımdır. Ondasa Ç və L hərflərini tapmamız bizə kifayət edər. Əgər baxsaq, görək ki, Ç hərfi çoxdur. Düzdür. Baxın, 4 yerdə. İkisinin sonunda, ikisinin ortasında. Gəlin baxaq, sonlarda 2 sıfırımız, 2 9-umuz var. 0 olması əslində elə 0-dır. Nəyə görə? Baxın, ikisinin sonunda, ikisinin isə ortasında var. Demək ki, Ç hərfimiz 0-dır. Ç hərfimiz 0-dırsa, bax, bir də dedik ki, L hərfi də hər ikisində, yəni 2 dənəsinin sonunda var. Bu da 9-a uyğun gəlirsə, L hərfimiz də 9-dursa, ondasa tapa bildik artıq. Ç 4, Ə-imiz 1 idi, Ç 0, İ-imiz 8, L isə 9, yəni Y variantına uyğun gəlir. Növbəti sual. Belə bir suala, 17-ci suala baxaq. Hər biri Q ilə başlayıb, Q ilə bitir. Düzdürmü? Bizdən nəyi soruşur? Qıyıq sözünü. Q hərfinin 1 olduğunu görürük artıq. I hərfinin 2 olduğunu da bilirik. Hardan bilirik? Baxın, qıyıq, qırıq, qılıq. Hər birində sadəcə bir hərf fərqlənir və bir rəqəm fərqlənir. Yəni 1, 2, 2, 1 ilə də bitir. Q hərfimiz 1-ə, I hərfimiz 2-yə uyğundur. Bəs A hərfini də o zaman bilərik. Yəni, ortadakı ikinci rəqəm 2 deyilsə, baxın, 6, 6. Yəni, A hərfimizin də 6 olduğunu bilirik.
Deməli, variantlarımız C və D deyil. Bizə qıyıq söz lazımdır. Y hərfini axtarırıq, eləmi? Baxın, ondasa ortadakı hərflərə fikir verin. 2 dənə Y hərfi var. Ortadakı rəqəmləri 2 dənə eyni olan B və C variantı idi. Çünki hər ikisində 4'dür. Y hərfinin 4 olduğunu buradan bilirik. C variantının olmadığını demişdik. Çünki ikinci və dördüncü hərf eyni olmalıdır. C variantında elə deyil. Cavabımız B variantıdır. Sizə demişdik, hər birində özümüzə ipucu yaradırıq. Sualdan suala dəyişir. Növbəti sual. Hansına baxaq? Daha bir uzun sual. 20'yə baxaq. Yenə 5 söz verilib, 5 variant verilib. Eyni qayda ilə gedirik. Baxın, 3 dənə B ilə başlayan sözümüz var. Variantlara baxsaq, görərik ki, A, B və C hər birində 1 ilə başlayır. B hərfinin burada nə olduğunu bilirik, 1 olduğunu bilirik. Əslində uzun sual oxşuyur, çətin sual oxşuyur, amma necə asandır. Haradan bilirik? Baxın, bütün deməyim 4 sözdə, yəni bizə lazım olan qardaş sözündən başqa hər birində B hərfi var. B hərfinin 1 olduğunu bilərək bizə 1 lazım deyil. 1 olmayan variant sadəcə D olduğunu görürük. Demək ki, cavabımız D variantı imiş. Qardaş sözü D variantı ilə uyğunlaşır. Sonra gəlin belə bir suala baxaq. Əslində çətin deyil, daha asan bir sualdır. Baxaq. Yenə eyni qayda bizdən A, L, Z birləşməsini soruşur. Başlığa baxanda nə görürük? Eyni hərf ilə başlayan heç nə yoxdur. Ondasa sondan baxaq, heç bir fərqi yoxdur. Sondan baxdıqda nə görürük? Baxın, ZOB və LZB. Hər ikisinin sonu B ilə bitir. Deməli, eyni rəqəm ilə bitir. B hərfimiz 7'dir. A və D'dən bunu görürük. Yenə bayaqçı qayda ilə geçsək, bizə A, L, Z lazımdır. B hərfi digər, yəni A, L, Z-dən başqa digər bütün sözlərdə varmı? Və bütün variantlarda 7. Baxın, hər birində 7 var. Bizə A, L, Z lazımdır. Yəni içərisində B, yəni 7 olmayan C variantı doğru cavabdır. Fərqli bir sual. 29'a baxaq. Əslində fərqli deyil. Sadəcə bu dəfə yerlərini dəyişib. Rəqəmləri yuxarıda, variantda isə sözlər veribdir. Gəlin baxaq. Eyni qayda ilə gedirik. Başdan başlasaq, 2 dənə eyni rəqəm ilə başlayan ədədlərimiz var. 7, 7. Cavablara baxsaq, 2 dənə C hərfi. D və Y variantında. Çörək və çərək. Yenə bildiyimiz qaydadan gedirik. Cavabımız bizə nəyi soruşur? Hə, elə 7'ni soruşur. Baxın, 7 ilə başlayan bu rəqəmi soruşur. 7'nin C-yə uyğun olduğunu bilirik. Cavabımız A, B, C deyil. Cavabımız Y variantıdır. Nəyə görə? Baxın, ikinci və dördüncü rəqəmlər eynidir. Demək ki, eyni hərf olmalıdır. Çörək sözündə bu mümkün deyil. Cavabımız Y variantıdır. Bütün hamısını tapmağa gərək yoxdur, dediyim kimi. Biz imtahanda vaxt ilə yarışırıq. Demək ki, nə edirik? Bizim üçün ən qısa variant, ən asan izah, necə daha tez taparam, onu axtarırıq. Gəlin 31'ə baxaq. Deməli, burada heç bir fərq yoxdur. Hərflərin yerinə, sözlərin yerinə fiqur ardıcılığı qoyubdur. Fiqurlarla şifrələyəcəyik. Yenə baxıram. 3 ilə başlayır, 3 ilə başlayır. Eyni başlayan variantlarda C və D variantı. C və D variantı. Deməli, qara üçbucağımız. Üçbucağımız nəyə bərabərdir? 3'ə. Bizdən əslində elə 3-lə başlayanı soruşur. C və D variantının arasında qalmışıqsa, yenə eyni qayda fikir versək, ikinci və dördüncü eynidirsə C variantı, eyni deyilsə D variantıdır. Bu üsul necə də işə yarayır, elə deyilmi? 35-36. Gəlin bu suallara baxaq. 35-ci sual. Nicat və Natiq. Nicatı verib bizə Natiqi soruşur. Nicatdakı hərflər nəyi göstərir? N hərfinin 1 olduğunu 1 ilə başlayırıq. Tamam. Başlayın, düzgün yazın. A hərfi 4-cüdürsə 3'ə 1, 3 olaraq başlayırıq. C variantı getdi. T 7'yə uyğundur, elə deyilmi?
Üçüncü hərfimiz 7-dir. Devam edirik. İ nəyə uyğunlaşıb? İkinci hərf, ikinci rəqəm 2 ilə uyğunlaşıb. Variantlara baxa-baxa getsək, daha tez sıvarıq. Baxın, Q hərfi qaldı. Q hərfi 5-dir yoxsa 8-dir? Yoldaşlar, bura baxın. Yuxarıda gözləyin, daha dəqiq sizə göstərim. C hərfimizin 5 olduğunu bilirik. Düzdür? Ondasa Q hərfi də 5 ola bilərmi? Təbii ki, ola bilməz. 8 ilə uyğunlaşır. A variantı doğrudur. 8 ola bilər, ola bilməz. Bunu müzakirə edə bilərik. Nəyə görə? Çünki, baxın, burada 8 yoxdur. Yəni, yuxarıdakı hərflərin heç biri 8 deyil. Q hərfinə biz könül rahatlığı ilə 8 verə bilərik. Eyni qayda 36. Mən və sahibkar. Bundan əvvəlki sualda hərfləri bir-bir uyğunlaşdırdıq. Yəni, heç olmasa 4 dənəsi içərisində var idi, bir dənəsi yox idi. Lakin bizə burada mən verilib və bunun 1, 7, 3 olaraq kodlaşdırıbdır. Və məndən soruşur sahibkar sözünü. Bunun içərisində yuxarıdakı hərflərin heç biri yoxdur. Bu nə deməkdir? Yəni, yuxarıdakı rəqəmlərdən də heç biri sahibkarı şifrələyən rəqəmdə olmamalıdır. 1, 7, 3 olan variantları silsək, A variantı 7-yə görə, C variantı elə 7-yə görə, Y variantı elə 7-yə görə. Sonra 1 və 3. Baxın, D variantı 3-ə görə, cavabımız B variantı uyğun gəlir. Növbəti sualımız 37. Bu dəfə bizdən ayrı bir şifrələnmiş rəqəm verir və bizdən bunu özümüz yaratmamızı istəyir. Gəlin baxaq. 37-ci sualda deməli 2 5-imiz, 2 2-miz var. Burada tək qalan 3-dür. Baxın, 3 tək qalan nəyə uyğun gəlir? Təbii ki, ulduza. Ulduz ortada yerləşsə, yəni ikinci olacaq. Buna görə Y variant gedir, B variant gedir. Üçüncü hərfimizə baxaq, çünki 2-nin ulduz olduğunu digər variantlarında görürük. Əgər 2-miz ulduzdursa, baxın 2-miz ulduz, 2-miz ulduz. Bağışlayın, ulduz deyirəm. Üçbucaq demək istədim. Üçbucağımızın 2 olduğunu variantlardan öyrəndik. Deməli, 2 ilə başlayıb 2 ilə bitən, yəni, baxın, üçbucaqla başlayıb üçbucaqla bitən bu variantdır. Bəs bizə 2, 4, 5, 2. 4-ümüz ondasa nəyə uyğun gəlir? 4-ümüz uyğun gəlir yuxarı baxan oxa. 5-imiz də uyğun gəlir kvadrata. Bu da 5-ə. Yaxşı. Bizdən yenə soruşur 4. Yəni, üçbucaqla başladıq. Ulduz ikinci, üçüncü 4-dür. Yəni, yuxarı baxan ox. B variant getdi, C variant getdi. Qaldıq A variantı. Devam edək. 38-ci sualımız 37 ilə oxşardır. Ona baxıb yaza bilərsiniz. 39-40 hər ikisi eyni sualdır. Eyni tip sualdır daha doğrusu. 40-a baxaq, 39-da ona uyğun həll edərsiniz. 40-cı sualda yenə bizə şifrələri veribdir. Qasırğanı özümüzün düzəltməni istəyir. Gəlin baxaq. Nəyi tapa bilirik? Baxsaq yenə 2 dənə A, 2 dənə Q var. Əslində A və Q'yı tapa bilərik. Hardan tapa bilərik? Axırdan baxaq. Baxın, 3 dənə Q hərfimiz var. 3 dənə Q, 3 dənə 3 hərf, 3 rəqəmimiz vardırsa, Q uyğundur 3-ə. Bizdən nəyi soruşurdu? Qasırğa. Yəni 3 ilə başlayır. B variantı getdi. Sonra 2 dənə A var. 2 dənə 8 var. Demək ki, A 8-dir. Tapdıqca uyğunlaşdıraq. Bəlkə heç hamısını tapmağa gərək olmayacaq. Q 3 dedik. A ikinci və axırıncı. İkinci və axırıncı rəqəm eyni olmalıdır. Və hamısında eynidir. Yəni 8-dir. Doğrudur. Devam edək. Sonra, əslində A variantının olmadığını bilirik. Nəyə görə? Baxın, axırdan 2 dənə 2 var. Yəni, neçənci olur? 5-ci və 6-cı rəqəmlər 2-dir. Burada isə eyni deyil. Necə ola bilər ki 2? A variantı da getdi. Devam edək. Devam edək, yaxşı. Başqa axtaraq, çünki variantdan cavabı çıxarda bilmirik. Devam eləsək. Bax, görək necə tapırıq. Biz 3-ümüzün Q hərfi, 8-imizin də A hərfi olduğunu bilirik. Yaxşı.
Q ilə başlayıb A ilə bitən və yaxud da tərsinə. Qişa və qısa sözləri aşiq və aşıq, fərqli sözlərdir. Olduğunu biliriksə, şaiqi buradan tapa bilərik də əslində. Baxın, 3 və 8 ilə başlamayan, bir dənə 9 ilə başlayan ş var. Yəni 9. Şaiq sözünə uyğun gəlir. Əslində ş 9 olduğunu biliriksə, qasırğanın da ş yoxdursa, D variant getdi, E variant getdi. C variantı. Yenə qısa üsulla tapmağı bacardıq. Gəldik 41-42. Birini izah edək. 42-ci suala baxırıq. Bizə nə deyir burada? Baxın. T, T, T. Bu nə deməkdir? Eyni hərfləri eyni yerlərdə axtaracağıq. Yəni, birinci hissədə, birinci sırada deyək, 1 ilə 3-cü rəqəm eyni, ikinci sırada isə ortadakı rəqəm eyni olmalıdır. Gəlin baxaq, A variantında. 9, 9, 9. Bu uyğundur. Gəlin B variantına baxaq. Baxın, 2, 2, ortada 2 yox, 3 yazılıb. Bizim axtardığımız bu ola bilməz. Bax, C variantı yarıya qədər düzdür. 8, 8, ortada da 8. Amma aşağıda da 8 görürük. Bəs biz aşağıda T'imiz var, yoxdur ki. C variantında getdi. Eyni qayda D variantına baxırıq. 3, 2. Bizdə eyni olmalı idi, getdi. Y variantında ilk sıra doğrudur. İkinci sırada yanlış gedir. A variantını da tapmış olduq. 43, 44, 45. Eyni tip suallardır. Gəlin birinə baxaq. Misal üçün nəyə baxaq? 44-ə baxaq. Yenə sema və dost sözlərini özümüz tapacağıq. Sonra isə semanın üzərinə gəldikdə dost alınır. O sözün şifrəsini soruşur bizdən. O sözü soruşur, şifrəsini özümüz tapacağıq. Başlayaq. Yenə eyni qaydanı geçsək, bir neçəsini tapsaq. Ayımızın 3 olduğunu həmən dəqiqə görürük. Başlıqda da bir şey yoxdur. Amma belə bir şeyimiz var. Baxın, ipucunu özümüz yaradırıq. A 3-dürsə, 3 ilə başlayıb 3 ilə qurtaran. Tapdıq. N-imiz 4-dürsə, ikinci və dördüncü. Bağışlayın, birinci və üçüncü hərfi eyni olan, yəni N. N-imiz nə idi? 4. 4 olan, baxın, bunu da uyğunlaşdırdıq. O hərfinin 8 olduğunu buradan görürük. N-ona uyğunlaşdığı şifrədə o hərfi 8-dir. O hərfi bir də Toma'da var. Yəni ikinci hərfi o olan, bunu da öyrənmiş olduq. Seda və Emma. Artıq bizim 2 dənəsi qalıbdır. 2 dənə də şifrə qalıbdır. İkinci, üçüncü, M. Hər ikisi eynidir. Baxın, 1 ilə uyğunlaşıb. Tamam. Yuxarıdaşların hamısını uyğunlaşdırdıq. İndi gəlin bizdən sema sözünü və dost sözünün şifrəsini yazaq. S hərfinin Sedadan yola çıxsaq 2 olduğunu gördük. E hərfinin Emma'dan yola çıxaraq 7 olduğunu gördük. M hərfinin yenə Emma'dan yola çıxıb 1 olduğunu gördük. A hərfinin 3 olduğunu onsuz bilirdik. Üzərini gəlsin, sual işarəsi bərabərdir. Dost sözünü kodlaşdıraq. Dost sözündə D hərfini Sedadan yola çıxıb 3-cü hərfinin 9 olduğunu görsək, buraya yazırıq. O hərfinin Nona və ya Toma'nın ikinci hərfi olduğunu, yəni 8 olduğunu gördük. S hərfinin Sedadan yola çıxıb birinci hərfin, yəni 2-yə uyğun gəldiyini gördük. T hərfini də Toma'dan ilk rəqəmi 6 olduğunu gördük. Yaxşı. Deməli, sual işarəsini necə tapırıq? Sual işarəsi burada bərabərdir. 9826-dan çıxırıq 2713-ü. Deməli, sual işarəsi bərabərdir. Çıxsaq 6-dan 3-ün 3, 2-dən 1-in 1, 8-dən 7-sin 1, 9-dan 2-sin 7. 7, 1, 1, 3. Yuxarıda həmin şifrə vardı. Nəyə uyğundur? Emma'ya. Cavabımız D variantı. Sonra bu səhifə təkrar düşüb. Gəlin 48. 48 bayaq yenə belə bir sual işləmişdik. Orada rəqəmlə vermişdi. Burada fiqurlarla verib. Yenə də baxaq. Deməli, hansı hərflərimiz var? C hərfimiz var. Yaxşı, başlayaq. Ö hərfimiz yoxdur.
Ö hərfimiz demək ki, bunlardan heç biri olmayacaq. Və ilk olacaqsa, baxın, ya A, ya da Y variantıdır. Nəyə görə? Bu 8 güşəlidir. Bəli, 8 güşəli ulduzun yuxarıda olmadığını bilirik. Və ikinci də deyil, yəni birinci hərfə uyğun, Ö hərfinə uyğun gəlirdisə, B variantı ola bilməz, C variantı ola bilməz, D variantı ola bilməz. İndi gəlin davamına baxaq. Ö hərfini 8 güşəli ulduzu işarə etdik. Z hərfinin bizə verilmişdir. 5-in 3-cü fiqura uyğun gəlir ulduza. Sonra C hərfi burada ilk idi. İlk hərf və ilk fiqur. Yəni üçbucağa uyğun gəldiyini gördük. Özgədə 3-cü olmalıdır. Ona görə Y variantı uyğun gəlir. Fərqli sual. 55, 56. Yenə eyni qayda. Bunları əslində izah eləmişik. 55-ə birinə də baxaq. Burada sadəcə bir suala baxmışdıq. Yenə eyni olanlara baxırıq. Deməli, dairə birinci sütunda birinci, ikinci sütunda isə ikinci və üçüncü yerdə durmalıdır. Axırıncı sütunda isə yoxdur. Gəlin baxaq. Dairə birinci sütunda və ikinci sütunda 1 ilə işarə etsək düzdür. Lakin burada bir dənə də 1 var. Yəni burada uyğun deyil. A variantı getdi. B variantında tamam eyni sırada durublar. Amma üçüncüdə olmamalıdır. B variantına getdi. Gəlin baxaq C variantına. Uyğundur. Uyğundur. 3-də də yoxdur. B variantı qalsın. Gələk D variantına baxaq. 3. Yəni ikinci sırada əslində pozulur. Y variantında 2 ilə işarə eləsək doğrudur. Amma üçüncüdə də var. Bu yanlışdır. C variantı doğruymuş. Deməli, axırlarına gəlirik. Bizə deyir 57-60 sayılı sualların rəqəmlərin yeri dəyişik verilibdir. Ona görə Mila sözünü tap. Baxaq 57-yə. Bunların da birini izah edim. Qalanlarına eyni qayda ilə baxarsınız. Bu şifrələr sualı təbii işləm digərlərindən daha çətin. Nəyə görə? Əslində yenə eyni hərflər eyni rəqəmlərlə işarələnib. Sadəcə sırası pozulub. Nə deməkdir? Yəni M hərfi tutaq ki 4-dürsə, birinci sırada, baxın variantlarda birinci sırada yox, tutaq ki axırıncı sırada verilə bilər. Yəni yerləri fərqlidir. Buna əsasən yenə də bax görək necə bir ardıcıllıq qura bilirik. Burada bizim ipucumuz dədə sözüdür. Nəyə görə? 2 dənə eyni hərf var. 2 dənə D, 2 dənə Ə. Yəni 2 dənə eyni hərflərdə uyğunlaşan, baxın A variantı. 2 dənə 2 var, 2 dənə də 3 var. Düzdür? Bu dədə sözünə uyğundur. A variantı yazıram. Lakin D hərfinin 2, yoxsa Ə hərfinin 3 olduğunu bilmirik. Yəni D hərfi də 2 və yaxud da 3 ola bilər. Bəs necə? Hardan yola çıxaq? Belə baxsaq, əslində bunu tapa bilərik. D hərfi yox, digərləri ilə də uyğun gəlir. Nəyə görə dedim? D hərfi desəydik ki, hə, sadəcə dədə sözündə var. Bu 2 dənə var. Ə hərfi sadəcə dədədə yox, digərlərində 2 dənədir. Yəni eyni sayda olduğuna görə oradan yola çıxa bilmərik. Yaxşı, başqa bizə nə kömək edər? Amma sözü köməyimizə çata bilər. Çünki 2 dənə A hərfi var. Yəni 2 dənə eyni olanın, baxın, Y variantında 2 dənə 1 var. Demək ki, A hərfi bərabərdir 1-ə. A hərfi 1-dir, burada 2 var, baxın. Anda sözündə D hərfi var, düzdür? Dədə sözündə də D hərfi var. İkisində də eyni olan D, ikisində də eyni olan 2 rəqəmidir. D hərfinin 2 olduğunu buradan yola çıxaraq tapa bilərik. Bizdən nə soruşur? Bizdən A-yı bildik, 1. Onda Ə-yi də bildik də, dədədən yola çıxaraq Ə-yimizin də 3 olduğunu bildik. Yaxşı. Deməli, A hərfi 1-dir. Digərləri də anda sözünü öyrəndik Y variantı. Dədə sözünü öyrəndik A variantı. Ə hərfini bilirik ki 3-dür. Malə və təda sözlərində də Ə hərfi var. Yəni 3 olacaq. Bizdən Milanı soruşur. Ə olmayacaq, yəni 3 olmayacaq. B variant getdi, C variant getdi. 3 olmayan cavabımız D variantına uyğun. Şifrələr mövzusunun izahını bugün burada bitiririk. Kodlaşma və qiz şəhərin dilinə tərcüməni isə gələn dərs üçün qısa bir izah kimi yükləyəcəyəm. Dərsləri daha ətraflı öyrənmək üçün mənimlə əlaqə saxlaya bilərsiniz. Əlaqə nömrəsi bioda yerləşdirilibdir. Kanala abunə olmağı və videoları bəyənməyi unutmayın. Növbəti dərs görüşmək üzrə.